Sual edən soruşur ki, bir kəs mənə pul verir ki, mən müəyyən bir günlər ərzində insanlara sədəqə olaraq çörək paylayım. Bu icazəlidirmi? Bəli, həmin insanın bunu etməsi, onun əlhəmdülillah Allaha iman etməsi və Allah yolunda sədəqə verməsini göstərir. Və insan sədəqə etdiyi zaman da əgər adının deyilməsini də istəməyibsə, adını demirsən, lakin onun adından istədiyi bir şeyləri, əgər çörək deyibsə, ehtiyacı olanlara çörək verilməsi və yaxud da digər produktlar deyibsə, onun verilməsi icazəlidir. İkinci sualda isə deyir ki, mən öz övladlarıma istər çipsi, istər kola, istər qazlı içəcəklər bunları vermirəm, lakin dükan olaraq işlədirəm və digər uşaqlar gəlib aldıqları zaman onlara bunu satıram. Bu icazəlidirmi? Və mən günah daşıyırammı? İnsan bunda günah daşımaz. Hər kəsin bu özünün seçimidir. Bu halallarda və yaxud da insan özü üçün zərər bildiyi bir şeylərdə özünü və ailəsini qorumasıdır. Lakin halal olan bir şeylərin satılması günah olmaz. İnsanın istər çipsi satması, istər qazlı içkiləri satması tərkibində haram və qadağan, şəriətlə qadağan olmayan bir şeylərin satması icazəlidir. Qarşı tərəf onu içib içməməyəcəyi və yaxud da özün üçün zərərli təyin edib etməməyəcəyi bu ona qalmışdır. İnsan dükanda halal olan bu şeylərdən sata bilər.